Salam əleykum dəyərli izləyicilərim. Deməli bu gün Çək qəsəbəsindəyik. Çək qəsəbəsində deməli girişdən qalxanda 4-cü döngədən sağa dönəndə bax bir dənə belə qəşəng məhəllədə 6 sotun içində 7 otaqlı həyət evi təqdim edəcəm sizə. Göz həyət tam etlə döşənibdir. 6 sotda 2 mərtəbəli 7 otaqlı həyət evidir. Köhnədir, köhnə tikilidir, oturuşmuş həyət evidir, oturuşmuş mənzildir. Baxın, təqdim edəcəm içərisində. İndi biraz baxımsızdır, amma düzəldəcəklər buraları. Həyətdə qonaq, bax görürsünüz, yardımcı tikili də var, 3 otaqlı. İndi ora keçə bilmirəm, amma pəncərədən göstərərəm oranı. O belə bir dənə 2 mərtəbəli 7 otaqlı həyət evimiz satışdadır. Sənədlər tam qaydasındadır. Onu deyim, qiymətdə 230 min manatdır. İndi içərisində təqdim edəcəm. Köhnə təmirlidir. Buradan göstərim sizə. Bir girişdir. 2 otaq aşağıdadır. 2 otaq bir kuxun aşağıda. 5 otaq da yuxarıdadır. Belə bir otaqdır. Gördüyünüz kimi. Bura bir dənə də belə mənzildir. İkinci mərtəbəni göstərirəm sizə. Görürsünüz, bax pilləkənlər də geniş pilləkənlərdir. Bir də görürsünüz, enlidir. Ayaq qoyma yerləri. Bura koridor hissəsidir. Görürsünüz. Bir dənə stalovudur burada. Qalan da 4 otaq da buradadır. Bax, belə bir dənə mənziləmiz. Satışdadır. Köhnə təmirlidir. Təmirləyən adam təmir edəcək buranı. Bir dənə belə həyət evimiz satışdadır. Deyim ki, qiyməti də 230 min manatdır. Sənədlər tam qaydasındadır. İstəyən o səliqə saxlasın. Çək qəsəbəsində qalxanda 4-cü döngədən sağ tərəfdə yerləşir. Arzularınızı gözləyirik. Kanalıma abunə olmağı unutmayın.